Bismillahirrahmanirrahim. Əziz və hörmətli bacı qardaşlar, ustadlar, bildiyimiz kimi Hicrətin 6-cı ili Mədinə şəhərində müqəddəs bir məkanda bir qız uşağı dünyaya gəlmişdi. O dünyaya gələn xanım Əhl-i Beytin parlaq ulduzlarından biriydi. Və bunu öz anası xanım Zəhra salamullah aleyhə ad qoymaq üçün öz həyat yoldaşı, hər birimizin imamı, ilk imamımız, Peyğəmbərin canişinlə buyurdu ki, ona öz istədiyi adı qoysun. Həzrəti Əli əleyhissalam da öz qızına ad vermək üçün, necə ki, o birisi evladlarında Peyğəmbərə söz vermişdi. Yenə də Peyğəmbər sallallahu dedi ki, bu qız evladına da ad versin. Hər birimizin bildiyi kimi o xanım da xanım Zeynəb sallallahu aleyhadır. Necə ki, bugün həmin xanımın təvəllüdü münasibəti ilə yığışmışıq. O da budur ki, o məclisdə Allah kəlamı səslənər, Allahın ayələri oxunar. İndi isə bir neçə dəqiqə sakit olub Allahın ayələrini dinləməyə və inşallah Elçin müəllim bir neçə ayəmizə qiraət eləyəcək. Peyğəmbər ali Peyğəmbərə sizləri salavatı ilə. Bismillahirrahmanirrahim. Bacılar, qardaşlar, analar və gül kimi olan balalar, Həzrəti Zeynəbin əleyhissalam mübarək təvəllüdünə xoş gəlibsiniz. Əvvəldə İmam Məhdi Əccəlallahu Fərəcəhu Şərif olmaqla hər birimizə və həmçinin İslam ümmətinə, xüsusilə Əhl-i Beyt sevərlərə bu mövlüd mübarək olsun. Allah Teala Quran-ı Kərimdə buyurur ki, Bismillahirrahmanirrahim. Həl yəstəvillədinə ya'ləmunə və la ya'ləmun. Aya sizlərin bilənləri, bilməyənləri eynidirmi? Bərabərdirlərmi bilənlərlə bilməyənlər? Və bir sıra hədislərdə biz rast bilirik ki, hədislər bizə öyrədir ki, İslam dinində elm bilmək daha dəyərlidir. Nəinki cahillik, nəinki bilməmək. Və bu məclisdə bir dənə oyun, bilik oyunu təşkil olunubdur. Gördüyünüz kimi stolları və komandalarında adlar yazılıbdır bura. Yəni hansı komanda? 3 komandadan ibarətdir. İndi isə biz istəyirik ki, komandaları bura dəvət eləyək. İlk dəvət elədiyimiz komanda, gəlin yuxarıdan aşağı gələk də, birinci Rəsul-i Əkrəm komandasını dəvət eləyək. Peyğəmbərin adına olan komanda gəlsinlər. Peyğəmbərin qızı olan xanım Zəhra komandasının və komandasında.
Üçüncü komandamız bu günün, o hanım ki bu gün mövzusudur, bu gün təvəllüdüdür. Onun adınadır Nuri Zeynəb. Bu komandanın Resul-i Ekrem komandasının rəhbəri Anar Süleymanovdur, kapitanı. Xanım Zəhra komandasının rəhbəri Aytac Sadiqovadır. Nuri Zeynəb komandasının rəhbəri də Əminə Məmmədovadır. Yəni verilən suallara rəhbərlik edən və son qərarı verən orada hər komandanın öz rəhbəridir. Bu oyun 3 turdan ibarətdir. 3 turda, birinci turda hər komandaya 3 sual gəlir. İkinci turda da yine hər komandaya 3 sual gəlir. Üçüncü turda da hər komandaya 3 sual gəlir. İlk turun sualları Hasan Doğru'na görə 1 dəqiqə vaxt veriləcək ki, siz 1 dəqiqə ərzində suala cavab verəsiniz. 1 dəqiqə ərzində ilk 2 dəqiqə vaxt veriləcək. 2 dəqiqə ərzində bu komandalar inşallah suallara cavab verməkdir. Və üçüncü turun sualları biraz daha onun çətin olduğuna görə 3 dəqiqə vaxt verilmişdir. Düşünməyə və cavab verməyə. Deməli, bundan sonra başlayaq. Hardan başlayaq? Və 1 dəqiqə vaxt. Sual çox sadədir. Çünki ilk turda. Sual belədir. İlk nazil olan ayələr hansı surədir? Düşünün. Bəli, cavab düzdür. Sual belədir. Qur'anın 3də 1-ə bərabər olan surə hansıdır? İxlas. Bəli, cavab düzdür. Sizə Qur'anda haqqında ən çox danışılan peyğəmbər hansı peyğəmbərdir? Musa peyğəmbər. Dördüncü sual, sonraki sual sizdən deməli. Təkrar edək. 25. Bəli, düzdür, 25 söz. Ne zaman nazil olmaya başlandı? Məndə şəhərində Filan arasında Ramazan ayında. Əhsən. İlk tur gördüğünüz gibi bütün iştirakçılar suallara doğru cevap verdiler. Şimdi ise bu iştirakçıların salamatçılığına ve ilk turun Gəldikdə Əlinin adı qəlbən əsərəm mən. Hər kim Əli söylərsə əlindən öpərəm mən. Mənə bir dil tənə vurursa vallah dözərəm mən. Amma ağama dəysə kökündən kəsərəm mən. Çünki ağamın sözlə kəsən xəncəriyəm mən. And olsun Əlimin canına, Heydəriyəm mən. Hər yerdə fəxr elədi.
necə Heydər. Heydər necə Heydər, odur Peyğəmbərə yavər. Heydər necə Heydər, ona tab eyləmədi dərvazə-i Xeybər. Heydər necə Heydər, odur tək sadiq-i Kövsər. Heydər necə Heydər, odur aləmlərə sərvər. Heç kim deyə bilməz Əlinin bənzəriyəm mən. And olsun Əlinin canına, Heydəriyəm mən. Hər yerdə fəxr ilə deyirəm, Cəfəriyəm mən. And olsun Əlinin canına, Heydəriyəm mən. Heydər necə Heydər, Heydər necə Heydər, ona Kəbə qucaq açdı, xətmi Rəsulullahın evində ayaq açdı. İslam'a gözün cümlə səhabdan qabaq açdı, 11 nəfər öccət də o kökdən bucaq açdı. Hər yerdə fəxrlə deyirəm, Cəfəriyəm mən. And olsun Əlinin canına, Heydəriyəm mən. Hər yerdə fəxr